Bismillahirrahmanirrahim. Bugün 25 dekabr 2025-ci il tarixi İslam aləmi üçün böyük mənəvi əhəmiyyət daşıyan mübarək Rəğaib gecəsidir. Rəcəb ayının ilk cümə gecəsinə təsadüf edən bu gecə, mübarək 3 ayların ilk müjdəçisi və ilk nurudur. Gəlin, bu müqəddəs gecənin fəzilətini və nə üçün bu qədər dəyərli olduğunu birlikdə öyrənək. Rəğaib sözü ərəbcədən tərcümədə arzular, istəklər, dəyərli hədiyyələr mənasını verir. Bu gecə Allah Teala'nın rəhmət və lütfünün yer üzünə bol-bol nazil olduğu, edilən duaların, istəklərin və tövbələrin qəbul olunduğu xüsusi bir andır. İslam alimlərinə görə Rəğaib gecəsi Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin anası Həzrəti Aminənin ona hamilə olduğunu anladığı gecə kimi qəbul edilir. Beləliklə, bu gecə bütün bəşəriyyət üçün bir növ ümidin və xeyrin başlanğıcı hesab olunur. Bu müqəddəs gecənin fəziyyəti o qədər böyükdür ki, Allah Rəcəb ayında tutulan oruclara, edilən ibadətlərə daha çox savab yazır. Bu müqəddəs gecəni necə dəyərləndirməliyik? Oruc tutmaq. Rəğaib gecəsinə çatmaq üçün cümə axşamı, yəni bugün 25 dekabr oruc tutmaq sünnədir və çox fəzilətlidir. Dua və tövbə. Ən əsası, səmimi qəlbdən uca Allaha üz tutub, günahlarımıza görə tövbə etmək, ürəyimizdə olan xeyirli arzuları dilə gətirmək. Qəza namazları qılmaq, Rəğaib namazı kimi tanınan xüsusi nafilə namazları qılmaq. Zikir və salavat. Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə bol-bol salavat gətirmək. Məsələn, Allahümmə səlli alə seyyidinə Muhammed. Qur'an-ı Kərim qiraəti. Kitabımızı oxumağa daha çox vaxt ayırmaq. Bu mübarək Rəğaib gecəsi qəlblərimizin təmizlənməsi və Ramazan ayına mənəvi hazırlığımızın ilk addımı olsun. Allah Teala dualarımızı qəbul etsin, bizə dünya və axirət səadəti nəsib etsin. Rəğaib qəndiliniz mübarək.